Nəcisdir bu propolis? Nedir bu propolis? Hardan geldi bu propolis? Kim düzeldir bu propolisi? Gülməlisi də odur ki, özünə arıçı deyən insanlar propolisinin arının nəcisi olduğunu iddia edirlər. Bu bir arıçı üçün çox gülüncdür. Sizə açıqlama verim. Propolis arıların ağacların qabıqlarından, gövdələrindən, bitki qətranlarından və çiçəklərdən topladığı maddələri öz bədənlərindəki xüsusi fermentlərlə qarışdıraraq hazırladığı təbii bir maddədir. Arılar propolisi özlərini və yuvalarını qorumaq və mikroblardan təmiz saxlamaq üçün istifadə edirlər. Propolis onların immun sistemini gücləndirir və sağlam qalmalarına kömək edir. Bəzi insanlar propolisi arının nəcisi ilə əlaqəli olduğunu düşünə bilərlər. Amma bu yanlışdır. Propolis təbiətdən toplanan maddələrin arılar tərəfindən hazırlanması ilə yaranan bir məhsuldur. Propolisin faydaları çoxdur. İmmunitet sistemini gücləndirir, mikroblara qarşı təbii qoruma təmin edir, iltihabları azaldır və yaraları sağaldır. Antioksidan xüsusiyyətləri ilə orqanizmi qoruyur. Tövsiyə edirəm ki, propolisdən mütəmadi istifadə edərək sağlamlığınızı qoruyasınız. Bu videonu propolisdən nəcis deyən insanlara göndərin.